Gürcüstanda polisin keçirdiyi əməliyyatlar zamanı qanuni oğrularla əlaqəli olan 34 nəfər saxlanılıb. Daha 7 nəfərə, o cümlədən 2 nəfərə penitensiar müəssisədə, 4 nəfərə xaricdə və bir qanuni oğruya ittiham qiyabi olaraq irəli sürülüb. Lent AS yerli mediaya istinadla bildirir ki, bu barədə Daxili İşlər Nazirinin müavini Aleksandr Daraqvelidze brifinqdə bildirib. Onun sözlərinə görə, şübhəlilərdən 52 yaşlı Azərbaycanlı Mirzə Əliyev barəsində məhkəmə tərəfindən həbs qərarı çıxarılıb və o, əməliyyat zamanı xüsusi təyinatlı dəstənin əməkdaşlarına intensiv atəş açıb. Nəticədə xüsusi təyinatlılardan biri döş nahiyəsindən ağır yaralanıb. Polis tərəfindən açılan cavab atəşi nəticəsində Qabal kənd sakini Mirzə Əliyev hadisə yerində zərərsizləşdirilib. Ətraflı ADS BY0 reklamınızı Smart Bey ilə effektiv edin. Polis əməliyyatı mərkəzi Kriminal Polis, Tbilisi, KXT, Msxeta İmtihaneti və Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları tərəfindən ölkə üzrə eyni vaxtda keçirilib. Saxlanılan şəxslərə tətbiq olunacaq ittihamlar 15 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.